Möhtərəm müsəlmanlar, ən birinci təqvalı olmağınıza çağırıram. Ümumiyyətlə, müsəlmanın sifətləri var. Əgər bir insan alıb, məsələn, Qur'an-ı Kərimi oxusa, orada insana aid pis şey görməz. Əksinə, orada tam insan olmağa qeyd olunur və həmçinin Peyğəmbər sallallahu hədislərində. Və əgər fikir versən, oxusan, görəcəksən ki, bu cür insanlar bu cür sifətlərdə olsalar, artıq böyük bir problemlərdən qurtarmaq olar bu dünyada. Və lakin, o sifətlər varmı müsəlmanlarda indi? Və məsələn, Qur'an-ı Kərim nəyə çağırır? Və Peyğəmbər sallallahu hədisləri. Birinci, Allah subhanət hala, yəni biri-biridən sual verirsə ki, müsəlman necə olmalıdır? Müsəlman kimdir? Cavab odur ki, Qur'an-ı Kərim və Peyğəmbər sallallahu aleyhi ve sellem. Onlar deyir, müsəlman kimdir? Müsəlman odur ki, kim iman gətirər Allah subhanət halaya, onun mələklərinə, kitablarına, axirət gününə, peyğəmbərlərinə, qədərin xeyrinə və şərinə və s. imana aid məsələləri, tam iman gətirər. Müsəlman odur ki, əxlaqlı olar. Müsəlman odur ki, təvazükar olar. Müsəlman odur ki, hikmətli olar. Müsəlman odur ki, elm öyrənər. Düzgün danışar. Düzgün baxar məsələlərə. İnsanlara düzgün baxar. İnsan, müsəlman özü hiss edir bunu. Çünki özün görürsən ki, baxışların dəyişib. Cahillikdə başqa cür baxırdın. Nə dəyişdirdi sənin baxışları? İslam, müsəlmançılıq. Qur'anla, sünnələ getdirir görə dəyişmirsən. Lakin, nə qədər dəyişmirsən? Tam, xeyr. Dəyişmələr də miqdarlandır, faizlə. Eləsi var 10% dəyişir, eləsi var 50% dəyişir. Lakin, müsəlman daima çalışmalıdır ki, cahilliyyətdən çəkinsin. Cahiliyyət əməllərindən, danışıqlarından, hərəkətlərindən. Çünki cahiliyyətlə İslam düz gəlmir. Və biri soruşsa ki, müsəlman kimdir? Bax, bu cür təsvir eləyərsən, təbii, sən də. Və yox ki, əgər baxsan müsəlmana, müsəlmanda zəlal olmaz, heç vaxt. Müsəlman özünə görə qorxar başqalarını həlak etməyə. Müsəlman öz əxlaqına, elminə dəvət eləyər. Müsəlman odur ki, həmçinin təmiz olar. Həm daxilən, həm zahirən. Həm paxıllıqdan, həsəddən, təkəbbürlükdən, bilmədiyi şeylərdən danışmaqdan, bu cür sifətlərdən müsəlman uzaq olar. Budur müsəlman, qıssa. Danış, qutarmaz, bir an xütbə bəsdir. Müsəlmanın sifətlərini qeyd edilməyə. İnsan çalışmalıdır bu sifətlərə nail olmaq birinci. Və lakin biz bu günlər çox bunun əksini görürük. Çünki başqalarından danışmaq hələm tezdir bizim üçün, kafirlərdən və s. Hələm müsəlmanlardan danışmaq, hələm müsəlmanlara dəvət etmək lazım birinci. İman zəif, elm yox dərəcəsində cahillik baş verir, əhatəli bir şey, hamısın. Düzgün baxmayan məsələlərə, təkəbbürlük, bilmədiyi məsələlərdən danışmaq, əxlaq və s. və s. Və deyir, mən müsəlmanam. Çalışmaq lazım tam müsəlman olmaq, tam, yarımçıq yox. Ona görə, hələm başqa məsələlərdən danışmaq hələm tezdir. Hamısı
bu günə müsəlmanların düşməyə nədir səbəb? Nədir? Cihad eləmirlər ona görə? Yox. Düzdür, cihad eləmirlər. Lakin nedir cihad? Düşmənlərlə cihad? Yox. Birinci özlərlə cihad eləmirlər. Necə İbn-i Teymiyyə deyir, rahiməhullah. Nəfsi cihad düşmən cihadının əslidir, kökü. Əgər sən onu eləməsən, o bilsin elə, faydası olmayacaq sənə. Və ya nə üçündür? Odur ki, müsəlmanlar dinlərin tətbiq eləmirlər. Din deyəndə, yəni Qur'an və sünnə. Müsəlman, nə qədər müsəlman var dünyada? Neçə faiz namaz qılır? Hələm danışmıram necə? Nə qədər soruşdur Ramazanda? Və s. və s. Nə qədər? Sən birinci buladırsan. Özünlə başqa bərabər o birisləri. Allah-u Rasul sallallahu aleyhi ve sellem cəmiyyətində belə yox idi. Hərdən çaşırdılar, hərdən. Lakin çaşma lazımdır. Məsum deyirlər sahabələr. Lakin fərqlənirdi xətalar. O vaxtın xətaları, indikinin xətalarla fərqlənirdi. Lakin fitnə var idi. Hər şey var idi. Heç kəs deməsən, Abdəl şeylərdə yox idi. Yox, var idi. Lakin başqa şəkildədir. Amma Rasul salsın cəmiyyəti ələ cəmiyyət deyildi. Pak, təmiz, arada ixtilaf yox idi. Bir şey olan kimi gedilər Peyğəmbər salsın yana. Çünki Rasul salsın bilirdi. Və ya Peyğəmbər sallasın sonra kim onun yanında yaxın idi, daha çox onunla oturub dururdu. Çünki o bilərdi. Və müsəlman da hikmətlidir. Biz toxunmuşuq bu məsələlərə, bu sifətlərə, bəzilərinə. Ola ki, çox təəssüf ki, çoxsuna təsir eləmir. Və ya tətbiq eləmir. Və müsəlman gəlir hikmətli olar, xüsusən indiki zamanda. Xüsusən. Və bilgilən ki, nə olur bu saat müsəlmanlara hamısı təqsir olanın özlərindədir. Nə olur bu saat müsəlmanlara hamısı təqsir özlərindədir. Elə bir siz Qarabağı hələ belə etirdik, günahlarımıza görə. Biz günahlara görədir. Dindən çıxımıza görə, dini tərk etməyizə görə. Heç nə hələ belə olmur. O bir işarədir. Xülasə, müsəlman qüvvətdə olacaq, o vaxt ki, din olacaq onda tam. Din. Bax sahabələrə, az oldular, lakin qalib gəlirdilər. Ne üçün? Çünki din var idi onlarda. İndi çoxdular, məğlub olurlar. Ne üçün? Din yoxdur. Varı, inamcıdır o. Adam tam deyil o. O, bilməyən, başa çıxmayan deyil, o əladır. Amma yox, girsin içinə, baxsan dəqiq, o hələm kaş ki, başqa cür olaydı. Hamısı xəta, hamısı düzgün səhv addımlar, düzgün məsələlərə yanaşınmaq, qəzət, gör ki, bir dənə budur din istəyən, can yanan, cəfakeş, başqaları dini istəmir. Belə də təsvir edirlər. Özlərini göstərirlər ki, o biraz artıq söhbət edənlər, özlərini göstərənlər, gör ki, bunlar da ancaq dindən danışan. Və elə təsvir olunur ki, gör kim olanla deyil, qorxurlar, qorxarlar. Qorxaq özləridir. Vallahi görmüşük hamısını olan. Olan hamısı boş söhbətdir. Fəqət allanır insan, allanır. Yalan şuarlara baxmayaraq şuar düz ayət olsa, necə xavaric? Şuarları nə idi? وَمَنْ لَمْ يَحْكُمْ بِمَا أَنْزَلَ اللّٰهِ فَاُولَٰئِكَ هُمُ الْكَافِرُونَ. Şuar o idi ki, Allah subhanahu buyurur,
kim Allahın hökmü ilə hökm vermirsə kafirdir. Əli ibn Əbi Talib bu ayına kafir saydılar. Osmanı və Maviyəni. Allah olan hamısına razı olsun. Və başqalarından da danışsın. Ona görə sahabelərdən biri var idi, olan hamısında yox. Çünki Rasul salsa onlar belə tərbiyələndirmişdi. Onlar artıq şey gedməzlər. Cahilin nazı düşməzlər. Ona görə mühtərəm müsəlmanlar etiraf edirik ki, din zəifdir hal-hazırda. Din yox müsəlmanlar. İslam dini qüvvətli dindir. Və İslam yayılır. Bu söz söhbət hamısı ona görədir. İslam yayılır. Baxmayaraq bəzi hadisələr olur, atırlar, deyirlər filan kəs elə deyil, biri deyir filan kəs elə deyil, bəlkə onların əli də yoxdur, amma deyirlər, onlar da hələ şərait yaradıblar, onlara desinlər. Hələ şərait yaradır, hələ şərait yaratmaq lazım deyildi. Hələ şərait yaradıblar, nə oldu? Filan kəsdir. Az qalsınlar, ayda o idarə edir, günəşi. Şərait yaradıblar. Ona görə nə oldu? Filan kəslərdir. Lakin düzgün ağıllı hərəkət, düzgün baxış, məsələlərə elmlə, hikmətlə yanaşmaq heç kəs deməz. Ona görə mühtərəm müsəlmanlar, çalışmaq lazımdır, kamil müsəlman birinci olmaq. Hər söhbətdən qabaq, hər şeydən qabaq. Onda müsəlmanlar qalib gələcək. Allahın izni ilə. O da Allahın izni ilə. Ona görə biz daima misallar çəkirik Peyğəmbər sallallahu aleyhi ve sellemdən. Və həmçinin sahabələrdən. Və nə üçün sahabələr? Çünki onlar ən yaxın adamlar idi Peyğəmbər sallallahu aleyhi ve sellemə. Ən yaxın, ən sadiq. Və fəqət hər birinin həyatı hikmətlə bağlı, hikmətlə doludur. Hikmətlə. Və fəqət birinin həyatını toxunmaq istəyir. Həyatını yox. Həyatında bəzi hikmətli mövqeylərə. Ki ondan fayda götürək. O da Abu Bakr radiyallahu anh'dır. Abu Bakr həyatından danışmırıq. Danışmışıq həyatından. Və hamınız tanıyırsınız o sahabini. Rasul sallallahu aleyhi ve sellem'in sonra ən əfsəl insan. Və Peyğəmbər sallallahu aleyhi ve sellem artıq o xəlifə təyin etmişdir. Vəfatından qabaq. Hətta onun üçün yazmaq istədi birinci vəsiyyəti. Sonra tərk elədi. Bir qadın gəldi. Dedi ki, ya Rasulullah bir məsələ üçün gəlmişdi öyrənməyə. Öyrənəndən sonra dedi, gələndə birdən səni görməsəm kimə yanaşım? Dedi, ged Əbu Bakra. Və xəstələnəndə imamı o qoyurdu. Yəni imam o dururdu namazda. O vaxt xəlifə ödü yanırdı. Həmçinin həcdə əmir onu qoymuşdu. Hicrətin 9-cu ilində. Buna hamısı xilafəliyə, bundan da artıq yəni, sual var, xilafəli kim olmalıydı? Ona görə Rasul sallallahu aleyhi ve sellem vəfat edəndən sonra hamı deyəndə ki, Əbu Bakır hamısı susdu. Heç kəs demədi ki, ya bəs Əbu Bakır yox. Mən razı deyirəm Əbu Bakırla, heç kəs hələ demədi. Hamı tanıyırdı onu. Lakin biz onun həyatından müəyyən hadisələr istəyirik toxunaq, ondan ibrət götürək. Onun əxlaqı Peyğəmbər sallallahu əxlaqı idi. Və məsələn, həyatından radiyallahu anhunun necə deməli, necə məsələn Əbu Bakır radiyallahu anhu Urva ibn Zübeyrin radiyallahu anhunun rivayətində deyilir. O deyir, soruşur Abdullah ibn Əmir ibn Aslan Urva ibn Zübeyr
deyir ki, ya Abdullah ibn Amr ibn As, mənə xəbər ver, ən dəhşətli əzab Peyğəmbərə sallallahu aleyhi ve sellem müşriklər hasan veriblər, harada? Necə idi o əzab? O Abdullah ibn Amr ibn As deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem Kəbədə namaz qılırdı. Və gəldi müşriklərin biri, tutdu onu arxadan, boğazından və başladı sığmağa, boğmağa. Və hamı sahabələr az idilər, baxırdılar, görürdülər. Heç kəs yanaşmadı, bir də Əbu Bakır. Əbu Bakır yanaşdı. Və indi baxma o, deyir Əbu Bakır kimdir? Bəlkə orada olsaydı qaçardı. Deyir Əbu Bakırdır. Yanaşdı və dedik və götürdü onların əllərindən Rasul sallallahu aleyhi ve sellem'i. Və hətta ayə oxudu. Ğafir surəsi 28-ci ayəsin. Allah subhanahu wa ta'ala buyurur ki: "Ətəqtulun raculan an yaqula Rabbiyallahu və qad ca'akum bil beyinati min rabbikum." Alə ayə. Ayəni yadlarına saldı müşriklərin ki, öz sözünlə də ayəni gətirdi. Dedi ki, kişini öldürürsünüz. Hansı ki deyir, bir daha ona görə ki deyir, Rəbbim Allah subhanahu ta'aladır. Özü açıq aydın sizə dəlillər gətirib Allahdan. Onu öldürürsünüz buna görə. Və həmçinin Ali ibn Əbi Talib bu hadisəni qeyd edir xütbəsində və deyir ki, vallahi heç birimiz yanaşmadıq, yaxınlaşmadıq. Vəziyyət ağır idi. Müsəlmanlar zəif idi onda. Boğurdu Rasul sallallahu aleyhi ve sellem, bir dənə Əbu Bakır yaxınlaşdı. Və sonra yenə Əbu Bakırdan xütbəsində deyil, Əli radiyallahu anhu, Bədirdə necə şücaətli eləyir, məhdi eləyir Əbu Bakır və sonra deyir ki, soruşur öz qovmindən ki, Firavunun ailəsi iman gətirən əfzəldir, xeyirlidir, yoxsa Əbu Bakır? Hamısı sus. Yəni, Firavun zalim idi, padişah. Onun yanında iman gətirməyi. Hasan deyildi o vaxt. Ali ibn Əbi Talib soruşur ki, hansı yaxşıdır, hansı xeyirlidir? Firavunun ailəsindən hansı ki iman gətirənlər, yoxsa Əbu Bakır? Hamısı sus. Deyir ki, subhanallah, əlbəttə Əbu Bakır, Ali radiyallahu anh deyir. Deyir ki, Firavunun ailəsi gizlədirdi imanını. Amma Əbu Bakır gizlətmirdi. Açıq aydın deyirdi, mən müsəlmanam. O vaxt, orada, Kəbədə, Məkkədə. Və həmçinin mühtərəm müsəlmanlar, Əbu Bakır nəinki radiyallahu anh, nəinki bu şücaətli ilə seçilirdi. Onun da öz həyatında. Həmçinin necə Peyğəmbər sallallahu sadıq idi. Necə onu Allah yardımını xərcləyirdi. Heç paxıllığı yox idi, heç nə qəlbində. Təmiz, pak qəlbi idi Əbu Bakırın qəlbi. Ona görə Rasul sallallahu aleyhi ve sellem əgər bir şey olsaydı yanında gəzdirməzdi onu. Çünki desək ki, pis idi, Rasul sallallahu pislərlə gəzirdi. Əbu Bakır'a pis demək, Peyğəmbər sallallahu aleyhi ve sellem pis deməkdir. Sən məcbursan Əbu Bakır'a yaxşı deyəsən. Çünki Rasul sallallahu dostu idi. Və Əbu Bakır radiyallahu anh'ın qızı Ayşə radiyallahu anh'a Peyğəmbər sallallahu yoldaşı idi. Ona görə mühtərəm müsəlmanlar, onun sadiq olması hətta Peyğəmbər sallallahu təsdiq olundu. Necə İsra Meyrajda yadınızı salmaq istəyirəm ki, biz Şaban ayındayıq, Şaban. Və bundan sonra Ramazan gəlir. Rasul sallallahu Ayşə radiyallahu anh'a deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem ən çox Ramazandan sonra oruç tutan ayı Şaban idi. Şaban ayında çox tutardı oruç. Ona görə çalış, oruç çox tut bu ayda. Xüsusən 1-ci, 4-cü günlər. Və müsəlman ayının 13-14 olmuşu. Xüsusən bunları bıraxma və artıq da tuta bilərsən. Lakin Ramazanla birləşdirmə inşallah. Bu ayda İsra Mirac olur. İsra Mirac bu ayda oldu, Şaban ayında. Və
Gələndə düzdür, inanmadılar müşriklər və ən birinci getdilər Əbu Bakırın yanına. Hətta müşriklərdə Peyğəmbər salsa Əbu Bakır görürdülər. Gəldilər, dönsə, demək onlar hamısına təsir olacaq. Və gəlirlər, deyirlər ki, bəs sənin dostun deyir ki, bəs meyraca gedir. Deyir ki, subhanallah, mən bundan da böyük bir məsələlərə təsdiq edirəm. Bu meyrac heç nə də onun yanında. Peyğəmbər salsanıyır. Müşriklər alınmır hilələri. Və Rasul salsan o sübut edir ki, o sadiqdir. Peyğəmbər salsan sübut edir, sadiqdir o. Həmçinin necə öz malına dinə xeyr verir. Nə qədər qul azad elədi, öz pulunla aldı. Özdə azad elədi kimləri? Kimlər ki, İslam'a görə əziyyət çəkirdilər. Həmçinin Bilal, Amir ibn Fuheyra və başqaları hamısını Əbu Bakır azad edir. Öz malına. Və həmçinin İslam döyüşçülərini hazırlamağı axır malın bütün Tabuk malında verdi bütün Tabuk döyüşünə. O vaxt ki, Rasul sallallahu aleyhi ve sellem Tabuka gelmək üçün döyüş qoşun hazırlayırdı. Dedi ki, kimin malı var? Əbu Bakır radiyallahu anh hamısını verdi. Allah yolunda. Və bu idi Əbu Bakır. Ona görə mühtərəm müsəlmanlar hamısı ibrətdir. Hətta Leyl surəsinin 17-dən 21-ci ayəti hamısı Əbu Bakır ayətdir, ayələr. Əbu Bakır Leyl surəsi, gecə 17-dən 21-əcən. O Əbu Bakır üçün nazil olur, Əbu Bakır ayətdir. Həmçinin mühtərəm müsəlmanlar onun mərdliyi, səbri, müdrikliyi Peyğəmbər sallallahu öləndə, vəfat eləyəndə göründü. Hamı özünü itirmişdi, hamı, hətta Ömər. Əli və qeyrilər, sahabələr hamısı özünü itirmişdilər. Lakin bir dənə Əbu Bakır radiyallahu anh çıxdı o cür çətin mövqeydə, məqamda və yadlarına saldı müsəlmanların ki, bəs Peyğəmbər sallallahu ölümü o deməkdir ki, din qutardı, din davam edəcək və yadlarına salır ayəni və həmçinin ayəni yadlarına salır ki, Peyğəmbər sallallahu ölməliydi. Necə ki, ayəni qeyd edir, Zümər 30, yəni o ayə şansı ki, Allah subhanətə deyir, İnnəkə meyyitun və innəhum meyyitun. Sən meyyitsəm, onlar da meyyitdir, yəni öləcəksiniz. Və sonra, deməli, Əl-İmran surəsi 144-cü ayə, hansı ki, orada Allah subhanətə deyir ki, əgər Peyğəmbər ölsə, siz dindən dönəcəksinizmi? Və Əbu Bakır bunları yadda salanda, Ömər radiyallahu anh deyir ki, elə bir ki, bir izlə işitdim ayəni. Yəni, məqamda yaddan çıxır hər şey. Ona görə mühtərəm müsəlmanlar, hikmət dolu da həyatı, ibrətdir. Necə səbirli, necə özün aparmaq fitnələrdə, çətinlikdə necə özün aparmaq, itirməmək, Allah eşqi, sadiqlik, xəyanətdən uzaq, yalandan və s. hamısı ibrətdir müsəlman üçün. Hələm xütbəsi vallahi oxuyan deyir, düz deyirdi. Oxuyan deyir, düz deyir. Rasul sallallahu aleyhi ve sellem vəfat edəndən sonra ikinci günü çıxdı, xəlifə olandan sonra çıxdı xütbəyə. İkinci gün. Yəni namazdan qabaq cümə günü deyildi. Evet, sözün demək istədi. Çıxdı minbərə, dedi ki, ey insanlar, məni əmir seçdiniz, lakin sizdən xeyirli deyiləm. Lakin bu, radiyallahu anh tavazükarlığı idi. Tavazükardır, xəlifədir. Deyir, lakin məni xəlifə seçdiniz, lakin mən sizi xeyirli deyiləm arozda. Əgər mən bir məsələni düz hökm versəm, mənimlə olun. Əgər bir hökmü səhv versən, xətalarımı düzəldir səhvimi.
xətalarımı düzəldin, səhvimi. Əmir deyir, əmir-ül-müminin. Və sonra deyir ki, sadiqlik əmanətdir. Yəni, etibarlıqdır sadiqlik. Və yalan da xəyanətdir. Yalan da xəyanətdir. Və sonra buyurur radiyallahu anhu, sizin aranızda zəif, mənim yanımda güclüdür. Hətta kim ona zülm eləyib, ondan götürüb ona haqqını verənsən. Və sizin yanınızda güclü, mənim yanımda zəif də əgər zülm edibsə kiməsə, ondan alıb, kiməsə zülm edib ona verənəcəm. Və sonra xatırlayır, deyir ki, nə bağda Allah yolunda cihadı tərk eləyəsiniz. Əgər tərk eləyəsiniz, zəlil olacaqsınız. Və sonra buyurur, radiyallahu anhu, əgər bir qövmdə fahişəlik yayılsa, bəla olanın ümumən olacaq, hamısına gələcək. Və sonra buyurur ki, radiyallahu anhu, o vaxt bu məsələni qeyd elədi, tabi olun mənə. Hətta Allah və Rasuluna tabi olmanısan. Əgər bizdən asi olsam Allah və Rasuluna, mənə tabi olmayın. Deyir, durun, namazı qılaq. Qıssa, lakin məna, dərin mənalar, hansı düzdür? Radiyallahu anh düz deyirdi. O vaxt hələ edib, az danışırlar, lakin çox eləyiblər. Lakin indi çox danışırlar, lakin az eləyirlər. İndi tərsinədir hər şey. Ona görə Əbu Bakır radiyallahu anhu, hikmət də həyatı, hikmət. Lakin burada bir məsələyə toxunmaq istəyir, onun sözü, bunun xütbə lazımdır bir dənə, iki dənə, şərhə, ehtiyacı var. Çünki deyir ki, Əbu Bakır radiyallahu anhu, nə vaxta gedər ki, əgər bu cihad, Allah yolunda cihadı tərk eləsəz, Allah subhanət hələ siz dəlil edəcək. Yəni dini. Ömər radiyallahu anhu deyir ki, nə bağda bu dini tərk eləsiniz, İslam dini. Əgər tərk eləsəz, zəlil olacaqsınız. Allah subhanət hələ bizi bu dinlə yüksətdi. Və lakin, burada cihad nə mənadır? Yəni, cihad götürüb qılınızla davam eləmək, o saat inanın, getdik cihada. Necə, indi bəzilə var, cihad oxuyan kimi getdik. Hələ belə, məsələ ilə yanaşmazlar. Buna avam deyər. Cihad birinci özün nə elə? Cihad bir mənalı baxma məsələyə. Dan, çərçivə olma, avam olma. Məsələləri geniş bax. Xüsusən ağır vəziyyətdə, müsəlmanların zəif vəziyyətində birinci özünlə cihad elə. Əgər İslam birinci özündə elə. O çox qışqıranların, vallahi uzaqdır o əhli məsələlərdən, sifətlərdən, çox sifətlərdən. Çaşıblar, birinci özlərinin elmi lazım, özlərinlə. Öz nəfsinlə birinci cihad elə. Var cihad, özün cihada ehtiyacımız var. Lakin adamlarla yox, savadsız insanlarla yox, elm əhlinlə, bütün müsəlmanlarla bizim cihada ehtiyacı var mühtərim qardaşlar. Neçə ildə artıq Qarabağ, əgər sən başqa yerə cihada getsən, məsələn, əgər varsa, sən deyə bilərlər, və sənin torpağın 20% alıblar düşmən kafirlər, erməni kafirləri. Bəs ki, orada nöş eləmədin, nə deyəcəksən? Nə deyəcəksən? Uzaq başı deyəcək ki, orada İslam yoxdur ona görə. Məyər o gələn yerdə İslam var, ona elə gəlir. Ona hələ gəlir. Hamısı şuarlar, boş şuarlar hamısı.